Bugün axşama istəyirəm kartof qaynamışı ilə duzlu balıq hazırlayım. Nədənsə ürəyim istədi, amma bu balıq çox duzlu olduğundan bunu ən azı 1-2 gün suda saxlamaq lazımdır. Bu gün nəsə gec yadıma düşdüyünə görə indi qoydum. Bilirəm ki, çox duzlu olacaq, duzunu da görürsüz. Və başlayaq kartoflarımızı qaynatmağa. İndi isə başlayaq kartoflarımızı soymağa. Kartoflarımızı yaxşıca yuyub, sonra tən ortadan bölüb qəşəng qaynadacağam. Kartofumuzu qaynamağa qoyarkən biz də balığın suyunu dəyişək. Yine biraz suda saxlayaq. Kartofumuzu qaynamağa qoyduq və üzərinə duz əlavə edib ağzını bağlayacağıq. Kartofumuz qaynayana qədər biz də xərək çörəklərini belə qəşəng qızdıraq. Və gələk balığımızı doğramağa. Artıq 3-4 dəfə suyunu dəyişdim balığın və gələk doğramağa. Əslində bunu biraz qaynadacağım. Biraz qaynadırlar bunu. Və gedək biraz qaynadaq. Bu cür tavaya qoyub biraz üzərinə su əlavə edəcəm və qaynadacağam. Və üzərinə 1 stəkan su əlavə edirəm. Üzərinə də qapaq qoyuram və qoyuram qaynamağa. Balığımızı və kartofumuzu qəşəng qaynatdıq. Bu da hazır.